Paytaxtın Yasamal rayonu Fərman Salmanov küçəsində fevral ayının 19-da avtomobilin üzərinə işıq dirəyi aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Zərər çəkən bir çox qurumlara üz tutsa da, heç kim dəyən zərərin ödənilməsini öz üzərinə götürmür. Çıxış yolunu Space xəbərə üz tutmaqda görən vətəndaşın problemini kimlər qulaq ardına vurur? İzləyək. Axşam saatlarında saat olardı 9-10 işləmiş. Gördüm ki, göydən nəsə düşdü maşımın üstünə. Çox möhkəm səs gəldi. İşıq dirəyi düşdü maşımın üstünə. Yusif Xəlilov deyir ki, maşını müxtəlif yerləri zədə görüb. Hadisədən sonra üst tutub müxtəlif dövlət qurumlarına. Amma bu günlər ərzində zərərin kimlər tərəfindən ödənəcəyini tapa bilməyib. Burada məsuliyyətsizlik idi. Nə bir tufan var idi, nə bir şey var idi. Deməli bir balaca külək olsa da, deməli bu stolbalar aşmalıdır. 15 gündən çoxdur, vaxt keçibdir. Mənə hələ bir söz deyən yoxdur. Hara mən yaxınlaşıram, məni gah ora yönəldirlər, gah bura. Mənə bugünkü günə qədər hələ qərarımı mən ala bilmirəm. Sığorta eksperti Şahin İsmailov deyir ki, nəqliyyat vasitəsinə kənar müdaxilə, o cümlədən təbii fəlakət və ya digər təsirlər nəticəsində zərər dəyibsə, bu zərərin qarşılanması üçün kasko sığorta vacibdir. Avtomobilin icbari sığortası qarşı tərəfə dəymiş ziyanı qarşılayır. Avtomobil hər hansısa digər şəxsə, vətəndaşa, onun mülkünə, əmlakına, sağlamlığına zərər vurarsa, bu halda avtomobillərin icbari sığortası üzrə təminat həyata keçirilir. Lakin avtomobilə kənar müdaxilə nəticəsində, kənar təsir nəticəsində bir ziyan dəyibsə, bu halda bunun ziyanının qarşılanması üçün avtomobilin kasko sığortası olmalıdır. Bəs bu kimi hallarda vətəndaşın hüququ necə qorunmalıdır? Əvvəlcə həmən qurumun özünə ərizə ilə müraciət edir, sonra inzibati qaydada inzibati məhkəməyə müraciət edir və həmən qurumun özünü öhdəliyə cəlb eləyirlər. Əlbəttə ki, burada müəyyən olunur, ekspertiza da keçirilə bilər ki, həmən misal üçün stolbalardır və s. bunların istismar müddəti keçirilibdimi, keçməyibdimi? Yəni bu müəyyən olduqdan sonra həmən qurumun özünü də mütləq şəkildə məsuliyyəti cəlb eləyirlər. Hadisə ilə bağlı Bakı Şəhər İşığı Elektrik Şəbəkə müəssisəsindən bildirildi ki, bir həftə öncəyə qədər küçə işıqlandırılması Avtomobil Yolları Dövlət Agentliyinin balansında olub. Hazırda isə Bakı Şəhər İşığı Elektrik Şəbəkə müəssisəsinə verilib. Lakin qurumun nümayəndələri qeyd edirlər ki, məsələ ilə bağlı büdcə kifayət etmədiyindən zərərin ödənilməsi üçün vətəndaşa məhkəməyə müraciət etmək tövsiyə olunur. Günəş Rızayeva, Bəkir Əşimov, Fidan Səfər, Space xəbər.